Həzrəti İbrahim Peyğəmbəri imtihan edir kəlmələrlə, bu kəlmələrdən imtihandan çıxır, sonra imam eləyir. Pəs Peyğəmbər idi, sonra imam olur. Bu məqama yetişir. Bu məqama yetişir. Bu ayət çox böyük bir dərin muhtəvalı ayədir və Əhl-i Beyt məzhəbinin əsas sübut eləyən ayələrindəndir. Bəzən bir sıra insanlar görürsən, hələ adda qalıblar. Əmir-ül-Mömin adı ha vaxt gəldi, harda vardı, filan kəsin adı. Quranda ki, heç kimin o sahədə adı yoxdur. Yəni, əgər qərar olsa, öcür yanaşaq məsələyə heç kimin adı yoxdur. Pəs öcür yanaşmaq əsən kökündən düz yanaşma deyil. Amma Quran imamətə ayrı model yanaşıbdır. Gərək Quranın imamətə ayrı model yanaşması ilə tanış olaq. Bir model budur ki, birinci, imamət məqamı var. Nübüvvət məqamından qeyr. Və sonra gəlir, üstündür. Tabii. Hələ fərdi şəxs olaraq tətbiq edərək hələ o bəhs sonralar bəhsidir. Bu içələ Quran istəyir mənə konstitusiya formasında mənə təlim versin ki, nübüvvət bir şeydir, imamət başqa şeydir. Peyğəmbərlik məqamı bir şeydir, imamlıq məqamı bir şeydir. Bəli, mümkündür bir peyğəmbər də imam da ola. Necə ki, İbrahim imam oldu. Necə ki, indi oxuyacaq bəzi ayələrdə. Hər halda bu birinci bəhs umumi bir bəhsidir. İmamət anlayışı Quranda var ya yoxdur? Sən soruşma İmam Əli Quranda var ya yoxdur. Hələ o üçüncü anlayışdır. Sən hələ əvvəldən Astanovkada düz min maşına, bundan sonra görək harada yenəcəksən. Və hələ bilmir haradan yenəcək maşına. İmamət anlayışı var ya yoxdur Quranda? Bizdə yox vardı. Subutumuz nədir? Bəqərə surəsi 124-cü ayə. Orada keçmiş cələsələrdə 200 cələsə danışmışıq. Niyə bu ayə imamət anlayışı deyirik? Çünki Peyğəmbər idi Həzrət İbrahim. Haradan bilirdik Peyğəmbər idi? 2 dənə fakt gətdik. Zurriyyəti sözündən, kələmat sözündən, o imtihanlar, bir də bu iki imaməti, bu dərəcəni öz nəslinə də istəyir, öz zürriyyəsinə istəyir. Yəni, zürriyyəsi var, nəsli var. İbrahim əleyhissalamın nəsli də qocalığında idi. Qoca bir peyğəmbər idi, nəsli var idi. Yəni, Allah-u Mutal İsmaili və İshaqı qocalığında bəxş edibdir. Hətta özü Quranda buyurur ki, mən Sara xanımdan nəql edir ki, mən nə cür uşağım olar, mən sonsuzam, həyat yoldaşım da qocalığa yetişibdir. İnnən belə çətindir məsələlər. Allah bu da buyurur ki, yox, Allahın iradəsi budur. Hər halda qoca bir peyğəmbər idi, uşaq olubdur, imtihanlar verib uşaqlarına. Bəzi imtihanlar mərbutdur, aiddir bu, Həzrət İsmailin zibhinə, Həzrət İsmaillə Hacərin Məkkədə qalmağına bu imtihanlar idi. Bu, imamət bir anlayışdır. Var ya yox? Düz. Belə bir termin var ya yox? Belə bir termin var, belə bir məqam var. Aya nübüvvətdən ayrıcadır, nübüvvətdən birdir. Bunları əvvəl soruşarlar. Yaxşı bildik? Düz. Bu ayədən bildik, var. İkinci sual. İkinci sual budur ki, bu nədir? Əslən, imamət anlayışı nədir? Bildik, var. Nübüvvətdən fərqi nədir? Düz. İkisi də Allah tərəfindən bir məqamdır. İkisi də Allah tərəfindən seçilmiş bir dərəcədir. İndi məsələn deyirik ki, həkimliğin mənası budur, mühəndisliğin mənası budur. Əkinciliğin mənası budur, baqqallığın mənası budur. Arasında bir məna var da. İndi peyğəmbərliğin mənası nədir? İmamlığın mənasıdır. Bu da ikinci sualdır və Quran ikinci buna da toxunubdur. Pəs birinci bu iki imamət var, nübüvvətdən qeyr, özdə ilahi bir tərəfdən təyin olunma. Faktı Bəqərə surəsi 124-cü ayə. İkinci anlayış budur ki, bu imamət nədir? Bunun da faktı var. Yəni, gərək Quranla bir nəfər düzgün yanaşa, bu məsələlərdən haqqı dərk eləyə bilər. Astanovkan əvvəlindən minərlər maşına. Sonrasından yox. Ortaları kəsəsən, sonradan axtarasan, o insan eləyənməz, haqqı tapsın.
Əvvəldən gərək yanaşa ki, imamət var ya yox? Bəli. Vardı, nə mənadadır? İmaməti ki, Qur'an deyir, nübüvvətdən fərqlənir, mənası nədir? Qur'an buna 2 ayədə toxunubdur. Ona bir ayə fakt edirik, Buna 2 ayə. 2 ayə. Biri Ənbiya surəsində 73-cü ayədir. Buyurur, cəəlnahum əimmətən yəhdunə bi əmrinə. Bundan əvvəl Peyğəmbərlərin adını çəkir. Nəccəynahu və lutən. Biz İbrahimi və Luti nəcat verdik. Bilirsiniz, Həzrəti İbrahimlə Lut bir zamanda Peyğəmbər idilər. Eyni vaxtda idilər. Hətta əqrabalıqları da var idi. Qohumluqları. Bəzi 3 növ nəql olunubdur. Bəziləri deyirlər xalaoğlu idilər. Yəni Sin də anası, onlar bacı idilər. Bəziləri deyirlər İbrahim əmidir Luta. Bəziləri deyirlər İbrahim dayıdır Lut Peyğəmbərə. Hər halda qohumdular. Və bir nüqtə də var, o xalaoğluluq bəhsi daha çox məşhurdur. Və Həzrəti Sara da xalaqısıdır Həzrəti İbrahimin. Bu tarix düz olsa, Lut Peyğəmbərlə Sara xanım bacı qardaşdılar. Ona görə səfərdə də bahəm gedirdilər. Babul şəhərindən ki, sürgün oldu Həzrəti İbrahim, Nəmrud gördü ki, da atəş gülüstan oldu və orada qalsa məsləhətdəyi sürgün elədi. Onda Quran buyurur ki, fəamənə ləhu Lut, Həzrəti İbrahimə Lut iman getdi və Lut Peyğəmbər Həzrəti İbrahimlə bir yerdə getdilər. Və həyat yoldaşı ilə Sara xanımla bir də Lut Peyğəmbər. Bu getməyi da bacı qardaşlıqla var idilər ki, ayəsi var Quranda. Hər halda buyurur Həzrəti İbrahim və Həzrəti Lutu nəcat verdik və vəhəbna ləhu İshaqə və Yəqub. Biz Həzrəti İshaqı da İbrahimə hədiyyə elədik. Vəhəbna hədiyyə verdik. Və Yəqubu da əlavə hədiyyə verdik. Çünki o bir dana istəyirdi, biz nəvə də verdik. O oğlad istəyirdi, biz nəvə də verdik. Və kullən cəəlna salihin, bunların hamısını salih qərar verdik. Həm İbrahimi, həm Luti, həm İshaqı, həm Yəqubu, bunlar salih idilər. Salihin qeyr az əmilus salihatdır. Bu böyük sözdür. Buna görə bunlar özləri dua ediblər, əlhəqni və salihin. Həzrəti İbrahim və Həzrəti Yusuf dualarında var, Allah məni salihlərlə birləşdir. Allah da burada buyurur, kullən cəəlna salih. Sonra buyurur və cəəlnahum əimmətən. Biz bunları imam deyilədik. Ki, yəhdunə bi əmrinə. Əmrimizlə hidayət edirdilər. Bu yəhdunə bi əmrinə cümləsi imamətin tərifidir. Nəliyin çatdırır. İkinci suala cavab. Bunlar Peyğəmbərlər vəhy ilə hidayət elərlər. Allah Cəbrailin vasitəsilə, vəhy mələyin vasitəsilə Peyğəmbərə vəhy göndərər. O vəhy əsasında təlim verərlər və hidayət edirlər. Hidayət, ikisi də hidayət edir. Amma Peyğəmbər vəhy ilə, imam əmr ilə hidayət edir, vəhy ilə yox. İmama vəhy olmaz. İmam, imam olaraq. Mümkündür bir imam Peyğəmbərdir də. Həzrəti İbrahim həm Peyğəmbər idi, həm imam idi. Peyğəmbərliyinə görə vəhy olardı. Amma imamlıq əmr ilə hidayətdir. Əmr ilə nə deməkdir? Yenə də burada gərək Qur'an şinas olasan, nə ərəb şinas. İnsan ərəb qrammatikasını oxumaqla Qur'an izah edilməz. Qur'anın dili ilə də, Qur'anın təfsiri ilə də. Bu ki, Əmirül-Müminin o şəxsə deyir, buyurur ki, sən nasixi, mənsuxu ayıra biləsən, mütəşabihi, muhkəmi ayıra biləsən, təvil-i tənzili ayıra biləsən, bunları ayıra biləsən. Bu elə bir taza kəlmələrdir, eşidir. Bunlar nədir? Mən Qur'anı tərcümə edirəm də, izah edirəm. Deyir, izən zələltə və əzdəltə. Sən vaxtı ayıranmısan bunları, həm özün azırsan, həm azdırırsan. Vaxtı Qur'anın dili ilə biri tanış deyil, məcburdur öz sözlərini Qur'anın süfrəsində desin. Qur'an sözünü demir, öz sözünü Qur'anın adı ilə deyir. Qur'an deyir biz əmr yanəminə. O da gəl Qur'andan alasan əmr yanəminə.
Əmr Quranda termindir cinə, lüğətdəyim. Quranın terminlərindəndir. Bəli. Nə cür Quranın terminlərindəndir? Bu, ləhul xəlq və ləhul əmr. Xəlq də Allahındır, əmr də Allahındır. Əmr nədir? Xəlq nədir? Quran əmrdə deyir, əmr budur ki, bir anda baş verər. İnnəmə əmruhu İzə əradə şeyənən yəqulə ləhu kon. Əmr budur ki, ani yaranar. Tədric yoxdur biləsində. Xəlqdə tədric var. Bu əmrlə xəlqi, əmri tərif edib, o tərifindən xəlqdə aydın olar. Bunlar hamısı Quranın sözləridir. Quranla deyə tanış olasan da, biləsən əmr nə deməkdir. Pəs əmr nədir? Əmr yəni o aləm ki, ani yaranar. Bir anda yaranar. Yəni tədrici yaranış orada baş verməz. Məgər var tədrici yaranış olmayanlar? Quran deyir, bəli var. Bir mələikə özü bir əmri aləmdir. Ani aləmdir. Anən yaranandır. Bir anda ya. Və ma minna illa və ləhu məqamun məlum. Bizim o məlum məqamımız var. Yəni tədrici proses bizdə yoxdur. Ki məsələn əvvəl nütf olaq, sonra ələq olaq, sonra muzğa olaq, sonra nə olaq, bizdə o şey yoxdur. Biz ani məqamımız var, məlumuzdur. Nə odan yuxarıya çıxarıq, nə aşağıya. Yəsəlunəkə ənir-ruh, qulur ruhu min əmri Rəbbi. Səndən soruşarlar ruh barəsində. Deyir, ruh əmr aləmindəndir. Nəinci ruh əmri Allaha aiddir, sizə aid deyil, ruhdan araşdırmayın. Ayənin mənası budur ki, ruh şinas olmayın. Ayənin mənası budur ki, ruh şinas olun. Amma bilin ki, ruh əmridəndir, xəlqidən deyil. Ani, bir anda yaranandan. Haman bir an yaranan nəfəxtu fiyhə min ruh. Nəfəxtu sözü onu istəyir işarə eləsin. Mən üfürdüm, Allahın ağzı yoxdur ki, ləysə kəməsləyəcək. Üfürmək kinayədir bir an yaranmaqdan. Yəni, nəhayəti zaman azlığı. Üfürmək nəhayəti zaman azlığıdır. Bir üfürümdə, məsələn, bu baş verdi, yəni bir anda, zamanın o ən azında. Nəfəxtu işarədir ən azlığa, zamansızlığa, ani yaranmağa. Ruh ani yaranar. Bədən ani yaranmaz. İnsanın bədəni tədricən yaranar. Proses keçir. Amma ruh Allahın iradəsi ilə ruh baş verər. Ona görə Quran vaxtı insanın xilqətindən danışır Həcc surəsində. Orada danışır da, mən əlaqə edim, mozğu olduğuna, sonra bu fəənşə'nəhu xəlqən axır. Birdən, onlar sonmədir, deyir, birdən biz bunu başqa bir yaranış ona bərpa elədik. Yəni, ruh üfürdük. Ruh üfürmək, yəni başqa yaranış. Özə bir anda, ruh belə deyək ki, tədricən gələ, bir anda bərpa olar. Xilqət ruh əmri idi. Xilqət bədən xəlqi idi. O xəlq yaranışıdır, bu əmr yaranışıdır. Yaxşı. Necələ iman məsələsinə? Əmr, yəni mələkut aləmi. Bu, yəni dünyada iki aləm var. Bir təbiət aləmi, maddə aləmi, cism aləmi ki, tədricən yaranar, dəşilmə ilə, proses ilə gələr. Bir də mələkut aləmi an yaranmalardır. Bir anda adam başa düşür. Başa düşmək bir andır. Müqəddiməsi lazımdır, bir andır. Təsəvvür bir andır. İnsanın proseslərində var əmr aləmindən məsələlər. İradə bir andır. Bir an iradə baş verir. Bir anda. Ruh bir andadır. Mələikə bir andadır. Allahın əmr əslan vücudu. Əmr aləmi vücudu. Yaxşı. Peyğəmbər vəhy ilə əlaqədə hidayət edir. Amma imam müşahidə edir mələkuti. Əmr aləmini müşahidə edir və hidayət edir. Ayrı ifadə ilə desəm, baxın, indi insan ruhun qanunlarını kitabda oxuyubdur. Ruh qanunlarını, ruh belənci tənəzzül eləyər, belənci təqva ilə, səbr ilə, nə ilə yüksələr. Bu ruhun maniyələridir, bu amilləridir inkişafına. Bu, onlar vəhy. Quran göndəribdir, Allah insanı hidayət üçün. İzah eləyir, deyir, Allahı tanı, Peyğəmbəri tanı, imamları tanı, qiyaməti tanı, özüvü tanı, bunlardan tanıtdırır. Sonra bir sıra göstərişlər verir. Bura hamısı
düşüncədir. Hamısı budur ki, insana vəhy eləyibdir mənə ta mən bu vəhy ilə hidayət olam. İndi bu var, bu olmalıdır. Amma bir şəxsi də olmalıdır. Məni tanısın, bu qidanı versin mənə. Mən bir aynı misal verirəm. Tam otursun, bəli. Baxın, həkim universitetdə nə oxuyar? Bəli. Oxuyar dərmanları, Düz. xəstəlikləri. Bəli. Bunları öyrəndi. Bədən öyrənər, Bir daha kitabda bəli. öyrəndi. İndi bir daha da ayrı bir şey öyrənməlidir həkim. Ta eləyə bilsin, tibabət eləsin. Bəli. O da ki, müəyyən eləsin xəstəliyi. O da nişanələrlə görsün ki, bu hansından istifadə edəcək. Bəli. Nə yazım? O tibb bir kitabı Bəli. yazıbdır. Bu xəstəliklər Bu cür sağalır. bu cür sağalır. Bunu atmalıdır. Amma qeyr az bu, gərək o xəstəliyin əlamətlərini insan nə Müəyyən eləyər. Müəyyən eləyər. Təşxis verər. Təşxis verər. O imamın işidir. Təşxis vermək. Təşxis və onu həyata keçirtmək. Peyğəmbər o müalicə sistemini yazıb, Əhsəndə. Peyğəmbər təlim verir, Bəli. imam həyata keçirir. Peyğəmbər müəllimdir, imam bağıbandır. Əkinçilikdə də belədir. Sən gedirsən universitetdə əkinçilik mühəndisliyi oxuyursan. Bəli. Ağacları izah eləyirsən, ağacların dərmanlarını, o hər ağac nə cür xəstələnər, onları izah eləyir, nə cür güclənər, nə cür müalicə, bunlar izah eləyir. Amma bağıban baxır deyəm, indi bu vəziyyətdədir. bəli. Buna nə lazımdır? Buna hansı lazımdır? O öyrəndiyi təlimatı burada Tətbiq edir. İmam o dini insanın ruhunda tətbiq edir. Ruhu tanımağına. Ruhşinaslıqla tətbiq edir. Ruhşinaslıq yəni əmr. Əmrşinaslıq. Anı Nədəndir? Əmr aləmindən. Mələkutu tanımaqla hidayət edir. İmam mələkutla tanışlıqla hidayət edir. Mələkut yəni burada ruhu tanıyır, ruhunun dərəcələrini tanıyır, ruhun vəziyyətini tanıyır. O vəhdəki Peyğəmbər olubdur, imam da o vəhyi əmanət olaraq saxlayır. İmam hafiz dindir də, dini hifz eləyəndir də, o vəhyi saxlayır. Düz deyim, amma vəhyi olunmur. Amma o dini saxlayan imamdır. Ki, ayrı ailələrdə var ki, imam dini saxlayır. İnşallah ayrı yetişəndə o ailəyə əzəl deyirəm. İmamın bir öhdəsilik əsən dini saxlamaqdır. O öhdəçilik, bu dini saxlayır, bu fəqət qutulmur. O saxladığı dinlə insanların qəlbini, insanların cəmiyyətini, insanların ruhu, vəziyyətini inkişaf elətdirir. Bağıbanlıq eləyir. Həm fərdə, həm cəmiyyətə. Bunu yəhdunə bi əmrinə. Biz bu imama nə mənə vermişik? Bu məqam vermişik. Əmrinlə hidayət edir. Yəni mələkut aləmini görməklə hidayət edir. Yəni ruhu müşahidələməklə hidayət edir. Mələkutun prosesini bilməklə hidayət edir. Buna oxşar bir cümlə var. Peyğəmbər Əkrəm getmişdi miraca. Hədis vardı ki, Əmirül-Müminin də yerdən miracı görürdü. Getməmiş. O müşahidə edirdi da. Bəli. Tamamı qapılar, səmanın qapıları, cənnətin qapıları açılırdı, imam görürdü. O görmək, yəni mələkut aləmi ilə əlaqə. Vəhy olmaq, yəni mələkut aləmini sənə xəbər vermək. Peyğəmbər mələkut aləmindən xəbərdar olur. İmam mələkut aləmini görür. Böyük fərqdir. O xəbərdar olmaq səbəbdir, vəhy gəlsin, insanlara Allahın sözünü çatdırsın. Görmək səbəbdir ki, o vəhy ilə səni tərbiyyət eləsin. Müalicə eləsin. Müalicə eləsin və tərbiyyət eləsin. Bu, yəhdunə bi əmrinə yəni bu. Bəs ikinci sualımızdan cavabı budur ki, nədən yaranar? Budur, nədir imamət? Əmrinə hidayətdir. Düz. Ya ayrı ifadə ilə desəm, bağıbanlıqdır. Ayrı ifadə ilə desəm, həkimlikdir tətbiqdə, nə təlimdə. Ayrı ifadə ilə desəm, həyata keçirtməkdir. O yazını canlandırmaqdır, həyata keçirtməkdir. Ona görə Qur'an bir əmanətdir, imam bir əmanətdir. Səqələyn hədisi gözəl məna olar bu baxışda. O dindir, yazıdır,
İmam da o yazını həyata keçirəndir insanların qəlbində və cəmiyyətdə. Ona görə Peyğəmbər 2 ağır əmanət qoydu. Düz. Təkcə yazı din kifayət eləməz. Yazı dini həyata keçirmək də lazımdır. İndi sən oxudun, aptek sənin əlində oldu. Müalicə edə biləsən? Xeyr. Gəl həkim də ola yanında. Düz. Bəli, təkcə həkim də olsa olmaz ya, dərmanlar da ola. Bəli. O dərmanlar dindir, həkim də imamdır. O dərmanları gətirən Peyğəmbərdir. O ki, o dərmanlarla məsrəf eləyəcək nə cür, o imamdır. Mümkündür, mükəmməl dərmanlar tapıla. Ona görə taza aptek yaranmaz. Daha mükəmməl dərman yarandı. Nə xəstəliyə desən, davası var. Vardır. O dini xatəm, yəni mənəsi o. Bütün dərmanlar təkmil oldu. Təkmil oldu. Amma heç vaxt həkim qapısı bağlanmaz. Çün həmişə gərək o dərmanları bir nəfər versin. Bilsin, versin. Bəli. Ona görə 2 nəfər aləmdə olsa bir imamdır. İmamət gərək məfhumu, düşüncəsi tam aydın ola ki, Əhl-i Beyt nə deyir? Hardan deyir Əhl-i Beyt? İmaməti bir cür mənə deyir və bu ayələrdən. Düz. Cəəlnahum əimmətən yəhdunə bi əmrina. Əmr nədir? İzah elədi. Əmrlə xəlqi Quranda bir nəfər araşdırsa, əmr aləmini bilsə nədir? Yəhdunə bi əmrina da bilər nədir? Bəzilər Qurana səthi baxışla istəyirlər fəqət unvanlarla oynasınlar. Sözlə oynasınlar. Bu düz məntiq deyil. Reallıq qalır qıraqda. Quran dərin bir okeandır. Sənə də icazə var Qurandan faydalanasan. Amma əvvəl öyrən, əvvəl get vəsaitini, səndə maşın sürəyib yoxdur, vəsiqəvi al, ondan sonra maşını sür. Quran şinaslıq vəsiqəsini al. Nəinki get vəsiqəsini al, yəni oxu, Quranın marifi ilə tanış ol, Quranın kəlmələri ilə, terminləri ilə, ondan sonra bəli, Quranı izah eləyə biləsən. Bu ikinci söz. Üçüncü söz də burada. Budur ki, bu imamət hardan gələr? Allah kimi imam eləyər? İmamət nədən yaranar? Elə Allah-u Teala kimi göl istəyir, bundan xoşu gələr, ondan xoşu gəlməz, bu format bizim kimindir. Bəqərə 124-də zalim olmamalıdır. Hələ orada imtihan eləyir. Bir ayədə də ki, buna oxşar ayədə cəəlnə minhum əimmətən yəhdunə bi əmrina davamında izah edib ki, imamət hardan gələr? Deyir, imamətin 2 daha bulağı var. Yəni, imamlar bu 2 bulaqdan qidalanırlar və Allah-u Teala onları imamət məqamına seçir. Düzdür, imaməti Allah verir. Amma Allah da özdə buyurur, cəəlna, biz qərar verdik. Amma ləmma səbər. Hər kəs salam. Bir bu cəhətə görə ki, onlar səbr edirdilər. Ləmma səbr edirdilər. Pəs imamətin bir bulağı nədir? Səbrdir. İnsan hadisələrdə səbr eləyə, insan cəmiyyəti hidayətində səbr eləyə, insan hadisələrdə qaçmaya, meydandan çıxmaya. Səbər. Və kanu bi ayatina yuqinun. Bir də bizim nişanələrimizə yəqinləri var idi. Səbr və yəqin 2 dənə amildir insanı imamətə çatdırır. Səbr, yol getməkdə davamlı olmaq, insan dayanan olmaq, yolu getməkdə, yəqin, yəni yolu, məqsədi tam tanıyan. İnsan bəzən yolunu və məqsədini şübhəlidir hələ. Düz. Hələ doğrudan mən ruhum var ya yoxdur, doğudan Allah var ya yoxdur, doğudan qiyamət var ya yoxdur. Bu hələ minməyib maşına. Düz. Bu gərək, bu doğrudan suallar, sual eybi yoxdur ha. İslamda sual yaxşıdır. Bəli, sualın qapısı bağlı deyil. Sual yaxşıdır, amma suala araşdırmaqla cavab vermək lazımdır. İnsan suala cavab tapmağa vaxt ayırmalıdır. Düz. İndi bir sualı vardı, da elə sual bir mənayı şəkki deyil. Sual bu mənaya deyir ki, eyvay bir izzət tapmışam, zərbədir. Yox, sual ən yaxşı fürsətdir, insan məlumatını çoxatsın. Pəs insan səbrlə və yəqinlə, bu 2 dənə ilə eləyə bilər neynəsin? İmamətə çatsın. Səbr yəni
yolda möhkəm olmaq, yəqin, yəni yolu və məqsədi tam tanımaq. Biri dünya görüşünə aid, insanın dünya görüşü olar. Vaxt ayıra bir sıra suallara möhkəm cavab tapmaq. Mən kiməm, hardan gəlmişəm, hara gedirəm, varlığım nə hissələrdən ibarətdir? Aya təkcə bədənəm, bədəndən əlavə ruhum var. Ruhun prosesində kəmal nədir? Mərahili var ya yox, elə bir dana prosesdir. Bunları bilməklə insan eləyə bilər, kamilləşsin. Vaxtımız qurtardı, ustad. Allah razı olsun. İnşallah növbəti verilişlərdə davam edərik. Belə, dəyərli tamaşaçılar, Muhammed və Ali Muhammedə salavatla fasilədən sonra verilişimiz davam edəcək. Rabbi Subhanəkə, Rabbi Subhanəkə.